Salam değerli izleyicilerimiz. Bugün 23 Oktyabr 2025-ci il tarixdir. İgid qəhrəman oğullarımızdan biri olan Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan Baş Leytenant Həmidov Mixail Hamletoğlu'nun şəhadətə yüksəldiyinin 5-ci il dönümü qeyd olunur. İgid oğlun ruhu qarşısında ehtiramla baş əyirik. Bugün qəhrəman oğlumuzun məzarı ziyarət olundu. 2-ci Fəxri Xiyabanda şəhidi sevən bütün dostları, tanışları, hər kəs, Suraxanı rayon İcra Hakimiyyəti nümayəndələri, şəhidsever, vətənpərvər insanlar hər biri özlərinə borc bildilər ki, Şəhidlər Xiyabanını ziyarət edib, Mixailin məzarını ziyarət edib, onun məzarı önünə gül dəstələri qoysunlar. Gördüyünüz kimi burada yığışan analarımız əslən Borçalı mahalından olan analardı. Onlar da özlerine borc bildiler. Bugün Mixail'in anasına destek olsunlar, mənəvi destek. Ve burada iki vətənsever xanım var, şəhidsever xanım var. Onlar da əslən Borçalı torpağındandılar, Ulu Borçalıdanlar. Hər zaman bütün şəhidlərin ruhunu ehtiramla yad edirlər. Mən onlara buradan öz təşəkkürümü bildirirəm və istəyirəm ki, Mixail'i dünyaya gətirən Nüsrət Ananı dinləyək. Buyur Nüsrət Ana. Mən də hər birinizi salamlayıram. Bir ana olaraq, dərd ortaqlarım, hamınıza Allahdan səbir diləyirəm. Bizim üçün çətindir, bir ana olaraq oğul itkimiz çox çətindir. Yenə də fəxr eləyirik ki, bizim oğullarımız vətən uğrunda, torpaq uğrunda şəhid olublar. Ona görə qürur duyuruq. Çünki mərd oğullarımız var idi. Onları həmişə həyatı boyu bizim Azərbaycan xalqı anacaq. Çünki vətən uğrunda şəhid olublar. Xalqımız var olsun, millətimiz var olsun. Allah sizlərə də can sağlığı versin. Çox sağ olun, təşəkkür edirəm sizə. Belə qəhrəman oğul böyütdüyünüz üçün, vətən sevgisiyle oğul böyütdüyünüz üçün biz sizə minnətdarıq. Mən istəyirəm ki, sizə deməli bizim bu Borçalı qrupumuzun adından olan Mixailin ev muzeyinə bax gördüyünüz bu portret hədiyyə olunur. Mixailin evini ziyarətə gələn hər bir kəs elə o qəhrəman oğulların hər birini tanısın. Hər birinə Allah'tan rəhmət diləyək, sizlərə səbir diləyək və istəyirəm ki, şəhidsever, şəhid aşıqları olan xanımlardan da Hacı xanım onu dinləyək. Buyurun. Çox sağ olun Nazlı xanım, təşəkkür edirəm. Bu işində sizlər sevgi dolu qələminizi şəhidlər haqqında yazmağa başladınız və hər bir şəhidin adından şeirlər yazdınız və 28-də çox kitab çap etdirdiniz şəhidlərin adından. Allah sizə də razı olsun. Çünki şəhidləri yaşatmaq üçün biz bugün varıq. Ancaq o kitablar tarix boyu qalacaq. Hansısa məktəblərdə, hansısa idarələrdə, müəssisələrdə, hansısa bir müdiriyyətin stolunun, masasının üstündə olacaq və oxuyub öz qarşısında olan insanlara bu şəhidlər haqqında danışacaq. Ona görə sizə təşəkkür edirəm. Minnətdaram sizə. Bugün bizim şəhidimiz Mixailin ocağına yanaşmışıq. Bugün şəhidimizin şəhadət günüdür və heç bir zaman şəhidlərə ölü demirəm. Çünki şəhidlər ölümümüzün əbədi yaşayırlar. Mən sadəcə Nüsrət bacıya deyirəm ki, şəhidimiz Mixailin şəhadəti mübarək olsun. Daima uca məqamı qayıqcalardan uca olsun. Deyirəm, fəxr edirəm ki, mənim Borçalı mahallinin bu cür xanım anaları var və bu anaların da bu cür qəhrəman oğulları var. Mixailimiz, şəhidimiz adi bir sıradan əskər deyildi. Buradakı könüllü, belə deyim, vətən üçün xidmətdə olan bir zabit idi. O öz dövlət işində işləyirdi. Vətənin bu dar günündə baş leytenant olaraq ehtiyatlı olan zabit vətənin dar günündə öz işini, qələmini, belə deyim, vəzifəsini kənara qoyub vətənin dadına çatan qəhrəman igid oğullardan biri oldu və qəhrəmanlıqlar göstərərək şəhadətə qovuşdu. Şəhadəti mübarək olsun deyirəm. Allah valideynlərinə, üç övladına, xanımına səbir versin. Bizim bu qəhrəman oğullar bizim 30 illik həsrətimizə qovuşturdular. Yarım qalmış Qarabağı bütöv etdilər.
Allah sizlərdən razı olsun. Qəhrəman oğullar dünyaya gətirən xanımlar. Əllərinizdən öpürəm, sizi bağrıma basıram. Həqiqətən də sizlər övlad dünyaya gətirəndə Allah Teala cənnəti sizin ayaqlarınızın altına sərir. Ancaq oğullarınız şəhid olanda artıq o bütün hər birinizin oğlunuz olur və sizin hər attığınız addım cənnətdir. Allah sizləri var etsin. Buyururla yeriyəcək, sözünü yüksəkdən danışacaq. Bir insan varsa onlar da şəhid analardır. Allah sizlərə səbir və dözüm versin. Hər biriniz çox sağ olun. Şəhidimin də məqamı daimincə olsun. Allah sizlərə səbir versin. Çox sağ olun Hacı xanım, sizə təşəkkür edirik. Siz həqiqətən də bir şəhid aşıqısınız, şəhid sevər xanımsınız. Minnətdaram sizə. Leyla xan buyurun. Allah dünyada təzim etsin. Tüm şəhid Allah'ın əllərinə. Şəhidlər bizim başımızın parçada. Onlar dinlər, onlar şad olsun. Ne demek? Başınızdan hamıdır, başınızdan. Allah sizə səbir versin, dözüm versin. Sağ olun. Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. Məhz Mixail kimi oğullarımız yurdu yaşatmaq üçün ölümün gözünə ölümsüz baxaraq vətən torpaqları uğrunda canlarını fəda etdilər. Ruhunuz şad olsun, igid qəhrəman oğullar. Bu vətən sizi unutmadı. Vətən torpaqları azaddır. İndi sizin ruhlarınız azad Qarabağın azad səmalarında rahat dolaşır. Uğrunda canınızı fəda etdiyiniz yüksəkli Azərbaycan bayrağı doğma Qarabağın səmalarında qürurla gülümsəyərək dalgalanır. Ehtiramla yad edirik igid qəhrəman oğlumuzu. Bu vətən sizi unutmadı. İgid Azərbaycan şəhidləri. Ruhunuz şad olsun.